Salam, bugün Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üçün olan test bankından fonetika mövzusunun izahına baxırıq. Müəyyən, sona qədər olmasa da müəyyən bir hissəsinin izahına baxasıyıq. Birinci suala baxaq. Sonu eyni cinsdə qoşa samitli sözlər neçə hecalı olur? Bir hecalı olurlar. Yadımızda saxlayırıq. Məsələn, deyirik xət, həd, sir, həd. Bu kimi sözlər sonu eyni cinsdə qoşa samitlə bitir və bu sözlər bir hecalı sözlər olur. Hansı sözdə dodaqlanmayan incə saitlərin ahəngi var? A-da dodaqlanan saitlər varmı? Var. Daha sonra iqtisadiyyat sözü ahəng qanununa tabe deyil. Darıxdırmaq, qalın saitlərin ahəngi var. Zümrüd dodaqlanan saitlərin, incə saitlərin ahəngi var. Bizə deyir, dodaqlanmayan incə saitlərin ahəngi olur. D variantı. Dodaqlanmayan incə saitlərimiz hansılardır? E, İ və Ə. Üçüncü, cərgələrin birində Q hərfi ardıcıl olaraq Q, Q, X, K səslərini ifadə edir. Baxın, ardıcıl olaraq deyir. Ona görə ardıcıllıq pozulmamalıdır. Müşfiq, K kimi tələffüz olunsa, qutu, görürsünüz, artıq ardıcıllıq pozulmuş oldu. A getdi ona görə. Üfüq, xətti. Üfüq, K kimi tələffüz olunduğuna görə Q kimi tələffüz olunmur, getdi. Megafon, burada Q kimi tələffüz olunma var. Haqqında, burada Q keçir K-ya. Deməli, ikinci ardıcıllıq Q əvəzi K gəldi. Deməli, ardıcıllıq pozuldu. Qoçaq oğlan. Deməli, bax, Q səsini verdi mi? Birinci verdi. Qoçaqdan sonra nə gəlir? Saitlə başlayan söz gəlir. Saitlə başlayan söz gəlirsə, bu Q çevrilir olur Q-ya tələffüzdə. Deməli, Q səsini verəcək bu ardıcıl gedir hələlik. Otaqsız. Deməli, Q-dan sonra biz bilməliyik ki, samitlə başlayan şəkilçi və yaxud da söz gəldikdə Q çevrilir X-ya, kar qarşılığına. Deməli, burada X kimi tələffüz olunacaq. Burada da ardıcıllıq gedir. Məqsəd. Burada da K kimi tələffüz olunacaq. Deməli, K kimi tələffüz olunduğuna görə ardıcıllıq pozulmayıb burada. Aşiq, aşıq, əqidə. Burada isə demək olar ki, heç hamısını əhatə eləmir. Ona görə Y variantı getdi. Dördüncü suala baxdıq. Hansı sırada sözlərə saitlə başlanan şəkilçi artırdıqda Q, Q və K-yə vəzənməsi baş vermir? Baxaq. Sümük, sümüyün, otağın baş verir. Çarığın, kəpənəyin, çiçəyin, yarpağın, qoruğun, ürəyin, türk və şəfəq sözlərində bu hadisə baş vermir. Yadda saxlayırıq. Tək hecalı sözlərdə baş vermir. Sonu K ilə bitirsə və şəfəqdir. Burada da baş vermir. Hansı sıradakı sözlərə saitlə başlanan şəkilçi artırdıqda Q, Q, K-yə vəzənməsi baş vermir? Üfüq, ürək. Bax, burada ürəkdə baş verir. Əmlak, buruq, buruqda baş verir. Qalstuk, dialoq, qalstukun, dialoqunda burada əvəzlənmə baş vermir. Əlcəyin, darağın, çiçəyin, qapağın burada baş verir. Deməli, 5 olur Y. Hansı sırada sözlərə saitlə başlanan şəkilçi artırdıqda Q, K-yə vəzənməsi baş vermir? Ələyin baş verir. Qapağın, çiçəyin, monoloqun, şərikin. Burada hər ikisində baş vermir. Təbrikin, təbrikdə baş vermir, amma moruqda baş verir. Deməli, burada olacaq B variantı. Tərkibində yalnız cinciltili samitlərin işləndiyi sözləri müəyyən edin. İldırım, yanğın. Deməli, bax, L, D, R, M. Bunlar cinciltilidirmi? Bəli. Yanğın. Y da cinciltilidir, N da, Q da. Deməli, doğru cavabımız A. C-də S kar samitdir, ardıcıllığımızı pozur. Daşqın, J, Ş. Burada Ş kardır. Getdi. Ümid, tələffüzdə T olacaq. Deməli, getdi. Ağac, tələffüzdə K olacaq. Getdi. Ona görə olur A bəndə. 8-ə baxırıq. Saitlə başlanan şəkilçi artırdıqda hansı sözdə K-yə vəzənməsi baş vermir? Daş kəsəyin, enli kürəyin, dirriyin, dirsəyin, amma ensiklopedikdə baş verməyəcək. Saitlə başlanan şəkilçi artırdıqda hansı sözdə K-yə vəzənməsi baş verir? Bu zaman əksini bizdən istəyir. Diqqətli oluruq. Deməli, satirikin olmayacaq, əmlakın olmayacaq, şərikin olmayacaq, aptekin olmayacaq, ev, eşiyin. Baxın, burada olur. Belə olan halda sadəcə onu ismin müəyyən halı ilə, məsələn, yiyəlik halına, yönlük halına həmin sözü işlədin, avtomatik artıq cavabı ortaya çıxacaq. Hansı sözə saitlə başlayan şəkilçi artırdıqda Q, Q-yə keçmir? Yenə, gəlin yiyəlik halda işlədək. Sınığın keçdi, vərəqin, görürsünüz, keçmədi. Fıstığın, firavanlığın, udlağın, görürsünüz, D-də artıq keçmir. 11-ə baxıram. Hansı sözlə saitlə başlayan şəkilçi artırdıqda Q, Q-ya keçmir?
Qaynağın keçdi. Qonağın, yaxşılığın, qulağın, monoloqun keçmir. Görürsünüz? Yəni, ən sadə yolu budur. 12. İmtahanda yüksək bal toplayan azaddır cümləsində hansı sözdə cinciltili samit kar tələffüz olunur? Aha. Deməli, imtahanda burada belə bir hadisə yoxdur. Yüksək if kimi tələffüz olunur. Deməli, burada ki özü kar samitdir, cinciltili deyil. Bal olduğu kimi qalır. Toplayan, burada dəyişiklik yoxdur. Azaddır. Baxın, cinciltili d çevrildi t-yə tələffüzü. Azaddır deməli 5-ci sözdür. Hansı sözdə uzun tələffüz olunan bir sait var? Amiranə 2 dənə. Naməlum 2 dənə. Malikanə 2 dənə. Laməkan, nalayiq 2 dənə. Naməlum 2 dənədir. Laməkan burada 1 dənə. Hansı sözdə uzun tələffüz olunan bir sait var? Sabiranə. Baxın, sabiranə 2 dənə, şairanə 2 dənə, mərdanə 1 sait, adilanə 2 sait, acizanə 2 sait. Deməli, doğru cavab B. Hansı sözdə q hərfi q səsinin kar qarşılığını ifadə edir? Q-nın kar qarşılığı nədir? Q, k. Nöqsan, elə A variant. Təqaüd, qonaq, maqnit, məqalə. Bunlar da cinciltili olaraq qalır. A. Hansı sözdə q hərfi q səsinin kar qarşılığını ifadə edir? Yenə bizdən istəyir k-nı. Təqsir elə A variantında. Aşıq, aqil, qoşqu, qırqovul bunlar da cinciltili versiyası qalır. Cərgələrdən birində bütün sözlərdə uzun tələffüz olunan qapalı sait vardır. Qapalı saitlərimiz hansılardır? I, y, u, ü. Biz nə demişdik? Ü uzun tələffüz olunmur və I da uzun tələffüz olunmur. Gəlin baxaq, bəzi istisna sözlərdə, məsələn, üfüqi sözündə istisnadır, amma əksərən sözlərdə Ü uzun tələffüz olunmur. İndi baxaq, həqiqət, I, abırlı yoxdur ikinci sözdə. Təsadüfən, burada yoxdur. İncə yoxdur. Kuzə, baxın, burada uzun tələffüz olunma var. Ərazi, burada A açıq saitdir. Bivəfa, burada i uzandı, qapalıdır. Xəlifə, i uzandı. Səbuhi, u uzandı. Deməli, qapalı saitlər uzun tələffüz olunmuş oldu. Hansı sözlərdə qalın saitlərin hamısı iştirak etmişdir? Qalın saitlərimiz hansılardır? A, I, O və U. A, I, U var. Getdi. A, I, O, U. Görürsünüz, çoğu. Daha sonra k səsinin tələffüz edildiyi sözü müəyyən edin. Qaymaq, çörək, kəpənək, maqnit, nöqsan. Baxın, k. Belə olan halda əsasən sözü tələffüz etməyə çalışın. Sözü tələffüz edəndə variant öz-özündən avtomatik çıxır. Doğrudur, belə tip suallar qəbullara o qədər düşmür. Yəni, bu çox asan səviyyəli suallardır. Sadəcə bu öyrədici suallardır. K səsinin tələffüz edildiyi sözü müəyyən edin. Fitnəkarlıq, bax, k istəyir bizdən. Fitnəkarlıq, burada varmı? Yox. Mütəkkə, burada mütəkkə, k kevində c-ya. İnikas, burada k yox olmur, k hərfidir. Baxın, burada qarışdırmaq olmaz. İnikas gedir, getdi. Təqvim, q qalır. Fantastik, bax, burada burada artıq k kimi tələffüz olunacaq. Hansı sözlərin tərkibində dodaqlanan sait iştirak etməyib? Dodaqlanan saitdir, iştirak eləməsin. Gəlin baxaq. 2-də dağınıqlıq, təmirçilər, acizlikdə, düzdür? Günortada o var, dodaqlanan sait. Gün doğanda da o var. 2, 4, 5 doğru cavabdır. Eynicəsi qoşa samitli sözlərin hansında qoşakar samitlərin ikincisi cinciltili tələffüz olunur? Gəlin baxaq. Məşəqqət 2 cinciltilidir, düzdürmü? Bizdən istəyir qoşakar. Münəccim 2 cinciltilidir. Şəffaf, şəffaf olduğu kimi qalır bu. Dəyişiklik olmur. Rəssam olduğu kimi qalır burada. Şap, bıltı. Baxın, birinci p olur, ikinci çevrilir b-ya. Deməli, 2 qoşakardan ikincisi çevrilir cinciltiliyə. Doğru cavabımız C. Eynicəsi qoşa samitli sözlərin hansında qoşakar samitlərdən yenə qoşakar samitlərdən ikincisi cinciltili tələffüz olunur. Tənəffüs dəyişmir, qüvvə dəyişmir, hissə dəyişmir. Əlbəttə t çevrilir d-ya. Doğru cavab B. Diqqət. Burada birinci dəyişir, ikinci dəyişmir.
Gəlin biraz da bir 10 sualdır baxaq. Saitlə başlanan şəkilçi artırdıqda hansı sözdə q əvəzlənməsi baş vermir? Yenə yəli-yalı gəlin işlədək. Pambığın, həssaslığın, ispanağın, ocağın, üfüqün deyə bilirəmmi? Yox, deməli burada var. Saitlə başlanan şəkilçi artırdıqda hansı sözdə q əvəzlənməsi baş vermir? Aşığın, aşiqin, baxın aşiqin, yarpağın, otağın, torpağın. Sonundakı cinciltili samiti kar qarşılığı ilə əvəz etdikdə mənası dəyişən sözlər cərgəsini müəyyən edin. Iğ, x, yağ, yax. Həsəd, həsəd. Həsəddə alınmadı deyə sıra pozuldu. Bağ, bax olur. Ağac, ağac olmayacaq. Rəng, rəng. Qəlb, qəlb olmayacaq. Servis, palas. Palasa görə olmayacaq. Qəlb, sənət. Burada yaradır. Bu onu deyir ki, bizə. Sondakı cinciltili samiti mən b-nı p-la əvəzləsəm qəlb, ürək mənasını ifadə edirsə, ikinci qəlb sözü saxta mənası, qəlb pul, saxta pul mənası, məsələn, bu mənada işlənəcək. Sənət birincidə hər hansı bir dokument sənət mənasındadırsa, artıq d-t-ya çevriləndə sənət peşə mənasını ifadə edən söz yaranacaq. Ona görə 26 olacaqdır. Kar samiti yenə qarşılığı ilə əvəz etdi, mənası dəyişən söz. Gəlin baxaq. Düz, düz olmaz. Od, ot, yağ, yağ. Baxın, d çevrilsə ot olacaq. Yağda da yax, nəyisə arasa yaxmaq mənasında. D səsinin 2 dəfə işləndiyi sözü müəyyən edin. Dəstədən. Bax, burada tələffüzdə d keçir, d 3 dəfə olur, getdi. Dövlətdi. Baxın, burada 2 dəfə işlənəcək. Dövlətdi. L çevrilir d-ya. Deməli, 2 dəfə işlənəcək burada. Şabalıddan, şabalıddan. Axtarışdadır. Axtarışdadır. Bax, burada t çevrilir d-ya 3 dənə olacaq. Palıddan. Burada da t çevrilir d-ya, ona görə 1 qalacaq. Burada olur 2 dənə D variantı. D səsinin 2 dəfə işləndiyi sözü müəyyən edin. Yadlardan, yaddardan. Burada l çevrilir d-ya. 3 dənə olacaq. Dəstədən 3 dənə olacaq. Dalandan. Burada 1 dəfə. Burada çünki dan çevrilir n-ya. Dalandan. 1 dənə d qalır. Ona görə getdi. Poladdan. 1 dəfə işlənmiş olacaq. Dəhşətdi. Burada l çevrilir d-ya, 1-dir. Burada da 1-dir, 2 dənə olacaq. Olur C variantı. İx səsinin 2 dəfə işləndiyi sözü müəyyən edin. Şəriklik, yelpik 1 dəfə, texnik yoxdur, xainlik 1 dəfə, çiçəklik. Burada olacaq C variantı. Belə. Ümid edirəm faydalı oldu. Videoların ardına gəlməsi üçün rəylərdə öz fikirlərinizi bölüşməyi unutmayın, bəyənməyi, paylaşmağı unutmayın. Bu arada onlayn dərslərimizə qeydiyyat aktivdir. Ən son qeydiyyat tarixi avqust ayının 28-nə qədər olacaq və dərslərimiz sentyabr ayından başlayacaq. Ən son gecikmiş qrup mən təxmin edirəm ki, hardasa oktyabr və noyabr ayında açıla bilər ki, sürətli şəkildə mövzuların çatdırılması üçün, yəni əgər 9-cu sinif buraxılış imtahanına hazırlaşırsınızsa, həmin müddətdən sürətli şəkildə mövzulara başlamaq olar. Yəni, ən gec qoşulma tarixi, ən gec qoşulacağınız qrup heç olmasa oktyabr ayından dərslərə başlamalıdır. Bundan əlavə, Filoloq 2017 Instagram hesabıma abunə olmağı unutmayın. Orada da hər gün faydalı məlumatlar paylaşılır. Story bölməsində hər gün quizlər, testlər paylaşılır. Yəni, sizin üçün faydalı olacağına əminəm. Belə, izləməyi unutmayın.